Qumran xanımla inciyirmi? Küsürmü? Küsmək deməzdim, küsmək olmur, yox. Hansısa bir, necə deyim, söz anlaşılmazlıq olur. O da ki, maksimum 1 saat. Amma deyir, hər bir ailənin deyir, çətin bir mərhələsi olur. O bizə mərhələdə, keçib. o mərhələni keçəndən sonra boşanma həddi də olur bəzən orada Çoxdan ki. keçib. Biz keçib sakitləşmişik. Odumuşuq. Xeyli vaxt ondan keçmişik. Hansı illərdə o həddlər? İlk 5 illik Ay deyərdim. sağ ol. İlk 5 illik deyərdim, çox təhlükəli illərdir. Onu keçəndən sonra elə bir ki, yəni ki, doğrudan da istəyi varsa o ailədə, onu heç kim, yəni ki, dağıda bilməz, qıra bilməz. O Belə beş- bir şeydir. O 5 ildə də ki, mən sipər olmuşam da, Natiq ilə birləşmişik biz ikimiz. Hər zaman olduğu kimi mən də tək. Mən hər zaman Natiqin yanında olmuşam. Bəli, düzdür. Mən çünki çox istəyirəm Natiqi. Siz niyə Natiqin yanında olmuşam? Əslində mən görsəm ki, Natiq böyük bir dənə bir qəbahət bir iş görüb. Mən qızımın yanında olardım. Mən amma görürəm ki, xırda bir şeydir. Məsəl üçün, bu salfetkanı niyə bura atmısan? Məsəl üçün, bu belə bir şey, adi bir şeydir də. Ona görə belə, yəni elə bir Natiqin şükür Allaha, elə bir səhvi olmayıb, elə bir